Salam aleyküm herkese. Gün ortası xeyir hamına. Neyse, kısa keseceğim girişi. Deməli, Excel'e köhnələri hamısını yadımıza salacağıq. Soldan sağa tərəf bildiyimiz hamısını göstərəcəm, deyəcəm, başa salacağım. Başlayaq. Birinci bu. Görürsünüz bu işarəti unut. Bunun mənası odur ki, bir şeyi başqa bir yerə kəsib yapışdırmaq. Məsəl üçün, burada nə var? Məsələn, burada var. Bildiriyəm. Mədət sözü var, görürsünüz. Bunu bassam, görürsünüz, bunun ışığı yandı, gördünüz uşaqlar. Bir başqa yerə yapışdırmağa hazırdır. Məsələn, bura yapışdırmaq istəyirəm, görürsünüz. Yapışdırmaq o mənadır ki, yəni buradan götürüb bura çəkmək. Yəni burada yoxa çıxacaq. Burada qalmayacaq. Gördünüz, buradan götürdü, bura yapışdırdı. Burada yapışdıra bilərəm. Belə vururam, götürürəm, bax. Yapışdır. Gördünüz. Bir də var, uşaqlar, ikinci, kopya. Yəni, kopya eləmək. Uşaqlar, izləyin, kopya. Bunu bastım, artıq istədiyim qədər bundan məndə var. Amma bu yerində qalacaq. Yerində qalmaq şərti ilə. Görürsünüz uşaqlar, nə qədər istəsəm artıra bilərəm. Gördünüz. Belə uzun belə xət çəkərəm, belə də vuraram. Belə xət çəkərəm, belə də vuraram. Belə də vuraram, belə eləyəm. Yəni nə qədər istəsəm bir kopyam var. Görürsünüz uşaqlar. Bu ikinci format. Format Painter. Görürsünüz uşaqlar. Məsəl üçün, bu ən çox mən bunu harada istifadə edirəm. Məsələn, bunu belə vururam. Görürsünüz uşaqlar, bax. Belə vururam. Gələm bunun üstünə. Belə vururam, gələm bunun üstünə, belə vururam. Belə uzun vaxt aparır, görürsünüz. Halbuki buna toxunub, buna 2 dəfə toxunsam, istədiyim qədər bundan qoya bilərəm. Bu rəngdən qoya bilərəm, görürsünüz. İstədiyim qədər qoyuram, baba. Nə qədər istəsəm elə qoyaram. Halbuki bu ESP basana qədər. ESP kimi. Bax, gördünüz. Nə qədər istəsəniz bura. Görürsünüz, bax. Görürsünüz işarəti, fırça işarəti. Nəysə, bunu başa düşdünüz. Bax, görürsünüz, bax, mənim komutum orada durur. Bu mədət komutu orada hələ də gözləyir. Gördünüz uşaqlar. Bu kopya burada durur. Yəni o göstərir ki, bu kopyadır, yəni gözləyir. Nə vaxt istəsəm, mən bura yenə görürsünüz, bax, həmin kopya burada gözləyir. Nəysə, bu da belə. Buradan çəkdik, qıstadıq. Buradan belə çəkdik. Burada çəkdim. Buradan delete elədim, yeni səhifə gəlsin. Görürsünüz, bax, ən qısa formada səhifəni yeniləmək. Sonra getdik ikinci bir məsələyə. Bu yazıları qalınlaşdırmaq ya yağlı eləmək. Uşaqlar, yazıları. Məsəl üçün, Mədət Salmanov. Görürsünüz, yazılış adı yazılışdır. Məsəl üçün, bax, qalınlaşdırırıq. Qalınlaşdı. Yan yatdı. Altından xət. Görürsünüz, altından 2 xət. Burada hamısı var. Sonra yazının
formatını dəyişmək, uşaqlar. Yazının formatını dəyişmək. Belə çəkin qırağa görəsiniz. Yəni əvvəl bunu seçmək şərti ilə, formatı dəyişmək üçün bu seçilmək şərtdir. Şimdi dəyişdiniz, nə formatda istəsəniz qoya bilərsiniz. Seçilməyini bastım, gəldim. Görürsünüz, format dəyişir. Nə cür istəsəniz. Ancaq yaddan çıxartmayın ki, bəzi formatlarda Azərbaycan dili olmur. Onun əvəzinə belə kvadrat bir şey atır. Yəni o hərf o fildə mövcud deyil. Onu yaddan çıxartmayın. Sonra bu da yazının qalınlığı. Görürsünüz. Məsələn, belə də qoya bilərəm. Görürsünüz. Nədir çalmalı. Mən bunu belə yox, buraya əlimlə də yaza bilərəm. 100 qoyaram. Görürsünüz, böyüklüyünə baxın. Lap böyük. Belə də yaza bilərəm. Yəni bu hər cür, sən bura nə yazsan yaz. Bax, bura mən 500 də yazsam. Görürsünüz ki, artıq dəstək vermir. Yəni format ona boy vermir. Yəni bu nə cür deyirsiniz, elə yaza bilərsiniz. Yəni 100-dən çıxıb bura 3 də yaza bilərsiniz. 3-ün yazısını baxaq görək. 3 yazdıq. Görürsünüz 3-ün yazısını. Lap balaca. Görürsünüz böyle burada bax. Biraz yaxına gətirəcəm. Elə balaca oldu ki, heç görünmədi. Neyse. Buradan bir səhifə açdıq. Səhifəni yenilədik. Sonra bunlara keçək. Bunlardakı cədvəl qurmaq üçün çox önəmlidir. Hər tərəfdən cədvəl qurmaq üçün. Deməli belə. Belə cədvəli çəkirik. Görürsünüz. Cədvəl çəkmək üçün belə bir şey edirik. Tutub saxlayırıq, çəkirik aşağı. Bax görürsünüz. Burada hər cür altdan xətt, üstdən xətt, soldan xətt, sağdan xətt, xəttsiz. Sonra belə kvadrat xətt, daha qalın xətt. Başdan bu olacaq cədvəl, görürsünüz, hamısına çəkir. Bunun adı bir cədvəl kimi biraz aşağı edirik, istədiyimiz kimi yazırıq. Bir də cədvəllərin, razmerlərin eyni boyda eləmək üçün uşaqlar, buradan çəkməliyik. Görürsünüz, buradan yapışsam, cədvələ qoysam, hamısı eyni boyda böyüyəcək. Çoxları bunu bilmir, eyni səhvi yenə eləyir. Deyir ki, baxırsan ki, cədvəllərin hamısı bir-birindən fərqlidir. Amma əslində bu cür eləsə, cədvəllərin hamısı bərabər olar. Bərabər aralıqda olar. Fikrim çatır sizə? İndi keçirik başqa bir məsələyə. Cədvəli çəkdik. Yazdıq ad. Məsəl üçün soy ad. Məsəl üçün qiymət. Belə gedir də, cədvəl bu cür qurulur da. Sonra vurduq buradan. Sonra cədvəldə dəyişiklik eləmək. Məsəl üçün cədvəl sizə yaxşı gəlmir, cədvəldə dəyişiklik eləmək istəyirsiniz. Götürürsünüz qələmi əlinizə, cədvəli necə bölmək istəyirsiniz, elə bölün uşaqlar. Bu deyildi o, mən istədiyim bu idi. Baxsınız buradan. Bu option cədvəli bölmək üçün, bu üçün. Mənə bu lazımdır. Məsələn, nəylə şey edeyim, bu ilə. Görürsünüz, belə. Cədvəl çəkir. Cədvəl çəkir. Çəkir. Buradan da belə xətt deyə bilərəm. Məsələn, bunun Word-də bunun ortasından cədvəl çəkməyə icazə verir, amma burada vermir. Excel-də icazə vermir. Ancaq xəttlərin üstündən xətt çəkə bilərik. Görürsünüz uşaqlar, ancaq xəttin üstündən xətt çəkə bilərik. Başqa cür icazə vermir. Ancaq bu cür çəkə bilərik uşaqlar.
Ha, bunun da mənası odur. Sonra bu pozan nə işə yarayır? İndi onu deyəcəm. Məsəl üçün cədvəli çəkmisiniz, müəllim deyir ki, qeyri-adi cədvəl olsun. Məsəl üçün bu cədvəli məsələn burasını sil, burasını sil, burasını sil, buranı sil. Məsələn siz bu qələmi pozanı necə pozsaz, elə də olur. Məsələn bax, gəlirəm bunun üstünə bunu pozaram, gəlirəm bunu pozaram, buradan bunu pozaram, buradan bunu pozaram. Yeni stil bir cədvəl. Bundan çıxmaq üçün exit basmalıyıq ki, pozandan çıxsın. Görürsünüz, çıxdı. Bastım, çıxdı. Çünki buradan da bir dənə belə uzun bir cədvəl üstü. Görürsünüz, bütün. Qarşısından nə yazsaz yaza bilərik. Gördünüz, Savira Bab cədvəli. Sonra gəldik arxa rəngləndirmə. Yəni burada biz nəyə basdıq? Görürsünüz, bu da no fill, yəni rəngsiz. Heç bir şey yox, boş. Burada da rənglər var uşaqlar. Görürsünüz, rənglər dəyişilir. Bura baxın. Rənglər dəyişilir. Yox, bu rənglər sizə kifayət deyilsə, burada böyük bir rəng şeyi var. Hansı istəsəniz, bax, burada lap çeşitli lap çoxdur. Bunu bura hara gətirsək, bu kursoru hara gətirsək, o rəngi bizim üçün seçir. Bu rəngi istəyirəm mən. Bax, gəldi, görürsünüz, eyni rəng. Gətirib qoydu onu bura. Buradan necə istəsək, elə də istifadə eləyə bilərik. Yaşıl olsun, görürsünüz, gör. Buradan gəldik, olsun yaşıl, açıq yaşıl. Sonra bu da belə. Bunu da keçdik. Sonra yazıların rəngi. Yəni burada eyni şey var. İstədiyimiz rəngi seçə bilərik ya da burada bizə hazır seçilmiş rənglərdən istifadə edə bilərik. Məsəl üçün burada ad var. Adı da dəyişə bilərik. Yaşıl qoyarıq. Məsəl üçün göy qoyarıq. Görürsünüz, dəyişir. Sonra burada Sabirabat sözü var. Görürsünüz, Sabirabat. Bunu da böyüdək. Bunu da rəngini dəyişə bilərik. İstədiyimiz elə bilərik. İstədiyi bir şey eləmək olar. Sonra yazıları sentrə çəkmək. Uşaqlar, istədiyiniz bir yazını sentrə çəkmək. Çəkin, yazdım. Bu bir şey yazdım, qutardım. Cədvəlin içində. Çəkin, bir misal da birində sizə gözləyim. Bir cədvəl açaqım buradan. Hansı bir cədvəli açsaq. Belə bu nə cədvəldir? Ev tapışırıq. Açılsın, görək bu nədir? Hə, bu cədvəl. Görürsünüz, mənim elədiyim cədvəl. Ayda qalmışdım. Hə, yazılar ortaya gəlmək. Məsələn, mən burada, görürsünüz, burada bax, hamısı ortadadır, görürsünüz. Bu ilə əlaqədardır uşaqlar. Şimdi belə eləsəm, bunlar hamısı keçir sol tərəfə. Belə eləsəm, sağ tərəfə. Ortamını eləsəm, hamısı ortada qalacaq. Gördünüz. Sonra bu işarət. Görürsünüz uşaqlar. Məsələn, sizdə belə bir yazı var. Belə bir şeydir. Buna yazı yazmaq istəyirsiniz. Məsəl üçün yazdıq Azərbaycan. Şimdi bu yazını biz bura sığışdırmaq üçün bu xanadan istifadə eləməliyik. Gözüm mən bunu bir dənə cədvələ alım. Aldım cədvələ. Mesela bu yazıyı qalınlaşdırıram. Bura baxın. Belə ortalasam bizim istədiyimiz kimi olacaq. Biraz daha böyütəcək, daha gözəl görüşəcək. Görürsünüz? Burada mən necə desəm, onu mənə elə verəcək. Burada da ki, bizə istədiyimiz
formatı verməyə imkan yaradır. Məsələn, belə istəsək belə eləyərik, belə istəsək belə eləyərik. Məsələn, belə qoysam, görürsünüz, məsəl üçün bu dərəcə 30 dərəcədədir bu. Və bu da 30 olacaq. Biz necə istəsək elə eləyə bilərik uşaqlar. Məsələn, düz olsun, gəlsin düz dursun, məsəl üçün. Bax, bu da düz duracaq, amma sıxışmır. Buradan sıxışmasın deyə basaq, sıxışdırır. Bu da onu sıxışdırmaq üçündür uşaqlar. Yazını xanaya sıxışdırmaq üçün. Məsəl üçün, Azərbaycan Sabirabad. Rayon. Məsələn, mən buradan bunu vurmasam, ancaq belə görünür. Başqa heç bir şey görünmür. Amma mən bunu toxunsam, bu sətrin içinə sıxışdırır da, bu xananın içinə bütün sözü sıxışdırır, avtomatik. Bunu biraz geniş desəm, daha gözəl çıxacaq, görürsünüz. Azərbaycan Sabirabad rayon. Bu da ki, bu opşi xananı belə böyütməkdir. Məsələn, buradan bassam, qayıtdı öz vəziyyətinə, görürsünüz. Sabirabad gəldi bura. Sabirabad qaldı bunun arxasında, içərisində. Şimdi buradan mən bunu böyle gitsəm, uşaqlar, həmin Sabirabad yazısı yenə gələcək ora. Görürsünüz. Ancaq o görünməyən tərəfdə qalır da. Çoxlarım bunu bilir. Bu da mən eyni şey oynayır. Sağdan çıxar, soldan çıxar. Sonra harada qalmışdıq. Yazıları sağa sola eləmək, uşaqlar. Onu da verdik. Məsələn, buradan verdim, büyüttüm. Məsələn, bu yazı biraz bu tərəfə gəlsin, ya bu tərəfə gəlsin. Kanalını vurdum, çəkirəm bu tərəfə. Görürsünüz, mən hər tərəfə deysəm, o tərəfə qalsın. Amma burada qalsın, ha, burada qalsın. Yox, biraz çox oldu, keçsin biraz sola. Sol tərəfə gedəni basırıq, istədiyimiz. Məsələn, bu da dayansın. Belə. Sonra geçirik bura. Görürsünüz ki, general həm yazı, həm rəqəm. Burada ancaq rəqəm. Görürsünüz, hamısı bura yazır. Saat, faiz, onda bir, kvadrat, ancaq yazı. Bura. Bu da ki, pul vahidi uşaqlar. Dediniz, məsəl üçün, yazdım bura 500 yazan kimi. Uşaqlar, bura gəlsəm, buradan mən manatı seçsəm, arxasına belə bir şey qoyacaq. Manat işarəsini qoyacaq. Görürsünüz, manat işarəsini qoydu. İndi birbaşa qabağıma nə çıxırsa, mən onu göstərirəm. Görürəm ki, burada qabağına əlavə tamlar atır, görürsünüz. Bunları buradan yığışdırmaq üçün belə eləyirik, gedir. Yox, istəyirik ki, vəbşə heç görüşməsin. Bunu buradan eləyəcəyik. Görünməsin, görürsünüz ki, nə qədər bura 0 var. Görürsünüz. Buradan bu diyezi silirik. Buradan da belə bir şey var, görürsünüz, bunları buradan silək. Bu da azən, bu da qalsın. Görün, nə qədər bura şey düşüb. Bura qoşa qıynaq, arxasından qoşa qıynaq vursam, görürsünüz, bax, istədiyimiz kimi xana, istədiyimiz kimi oldu. Sonra faiz. Məsəl üçün 100 vurdum, gəldim, faizi vurdum, görürüz, faizin çıxdı arxasından 100 faiz. Bir də vursam, düşüb də. Bu, məsəl üçün, bu, bilirsiniz nədir uşaqlar? Bu, məsəl üçün, bir rəqəm var, görürsünüz ki, bir dənə rəqəm var. Məsəl üçün, belə bir, yox, orada başqa bir şey getdi. Oxuya bilmirsiniz. Biraz çətindir oxumaq, görürsünüz ki, biraz böyükdür. Bu, oxuturmaq üçündür. Bu, nə belə yazır? Hansı formata girmişəm?
başlasın nə demək istədiyini. Bilmem. Ulduzu halen getirir koyuyor. Formatı değişmiş ama. Onu qaytarım yerine. Komutada donur. Number. Görürsünüz. Ben bunu seçsem, vergili toxunsam, görürsünüz, oxunan hala getirir uşaqlar. Arasından bütün mində billəri hamısını ayırır. Daha oxuna bilər hala gətirir. Bu belli boy bir şeyə aiddir. Məsəl üçün, biraz çox da böyük olmasın rəqəm. Yəni, bu faizi bura qoyma. Faizi sil. Məsəl üçün, mən buradan bunu oxunan hala gətirmək üçün biraz böyüyəcəm. Görürsünüz, bax, artıq oxunar bir hala gətirdi. Arasından böldü. 1.542.600.000. Belə bir hala gətirdi. Bilməm, düz oxudum, oxumadım, bilmirəm. Sonra bir ayaqları müəllim dediyi bir şey. Müəllim bugün keçdi. Yəqin ki, çoxlarının yadındadır bu. Cədvəli açaq. At. Soy at yazdıq. Burada mən hamısını yazmaq istəmirəm. Prosta yenə dili dəyişilir bunu. Ağa mu nöqtə təbriz nöqtə şart A nöqtə Amid S nöqtə Sənan seçin M nöqtə seçin Xəyal. Mesela eynisini eləyək geçsin var nə? Nöqtə. Səlvər. L nöqtə. S nöqtə Pərviz A nöqtə Kamran və s. Belə. Sonra buradan yazaq bax. Buradan yazaq 50, birine yazaq 48, birine yazaq 48, birine yazaq 60, birine yazaq 70, 45, 80, 88, 90, 99, 60. Böyle yazacak bir gelir. Hamısını seçək. Tıkıq ortaya. Bunların ikisini böldək. Həmişə bildiğiniz kimi daha qalın olsun. Deməli, müəllim bunu deyirdi. Bu nə işə yarayır? Ən çoxu göstərəcək. Uşaqlar, çoxu. Nəyin çox olsun?
50-dən çox olsun, yoxsa 40-dan çox olsun? Məsəl üçün, biraz 50-dən eləyək, yoxsa 60-dan. Uşaqlar, 60-dan çox olanları göstərsin. Hə, xananı seçməmişəm də, xananı seçib bunu eləməliyəm. Az bağışlayın. Görürsünüz, işarətlədir. Bax, yaxşın basmışdım, işarətlədir. İndi mən özüm yazacağım. 60-dan üzü yuxarı olanların hamısını qeyd eləsin. Gördünüz? Bax, 60 ona bərabər olduğuna görə ona vermir. Çünki bərabərdir. 60-dan üzü çox olanlar. 61 olsa, məsələn, bunu biz 61 eləsək, uşaqlar, buna qırmızı qoyacaq. Çünki 60-dan, buna da qırmızı qoydu, gördünüz. 60 olanda bərabər olduğuna görə bunu saymır. Bərabərləri saymır uşaqlar. Sonra. Yine seçirik uşaqlar. Az işarəti. Görürsünüz, bax, az. Bax, çox az. Görürsünüz, üstündə işarətləri göstərir. İndi nəyin azını göstərək? 60'ın azını. 60'dan az olanlar göstərsin. Görürsünüz, bax. 60'dan az olanlar göstərir. Amma yenə 60'ları göstərmir. Çünki bərabərdir 60 uşaqlar. Bunu heç vaxt yaddan çıxartmayın. 60 ilə 60 gələndə olur bərabər. Yəni ona heç bir şey eləmir. Əgər bu 59 olsa, buna qırmızı qoyacaq. Görürsünüz, qırmızı qoyacaq. Bu da həmçinin bir şey. 59 qoyan kimi buna da qırmızı qoyur. Yəni azdır. 60'dan azdır. Başa düşdünüz? Sonra yenə geriyə qaydıram. Sonra görürsünüz, keçirəm. Nəydən çox olsun, nəydən az olsun. Hansı rəqəmdən çox, hansı rəqəmdən az. Məsəl üçün, qoyaq 50'dən başlasın 80'ə qədər. 80'ə qədər olan balları bizə göstərsin. Baxsızlar. Göstərdi. Hamısı burada. Gördük. Səksən göstər. 88 bax. 80'dən çox da göstərmir. Məsələn, mən bunu bura 80 bu yazsam, məsəl üçün mən 51 uşaqlar. O bana da qoyacaq. Qırmızı qoyacaq. Görürsünüz 51. Yəni 50'dən çoxdur da bu. Bu da bir 50'ni də hesablayır. Uşaqlar, gördünüz. Bu da bir 50'ni də hesablayır. Çünki biz boyutumuzdan azdır ona görə. Nəysə, dala qaydırıq. Sonra bu bugünkü dərsimizdə var idi. Hansı xanaları istədiyimiz kimi rəngləmək. Uşaqlar, məsələn, bunu biraz mən böyütdüm. Cədvələ aldım. Bax, buranı mən seçeyim. Seçdim. Gəldim bura. Bura girdim. Uşaqlar. Bu gün də videoda, bilənləri videoda hamısını başa salmışam sizə. Bu günləri şu biri qrup yoldaşlardan biri soruşdu ki, yəni həm böyük hərf gəlsin, həm kiçik hərf gəlsin. Həm böyük də göstərilsin, balaca hərflər olsun. İkisini də yazanda rəngləri dəyişilsin, uşaqlar. Onu eləmək üçün biz bir eləməliyik. Əvvəl xanaya rəng seçməliyik. Nə rəngdə olsun? Məsəl üçün sarı olsun, sarı daha yaxşıdır. Sarını seçdik. Uşaqlar, məsəl üçün nə hərf olsun? Məsələn, bura A hərfi olsun, görürsünüz A. Ancaq bura balaca A olsun, kiçik A olsun. Çünki ikisini də seçsin. Balaca da olanda seçsin, böyük də olanda seçsin. İndi biz OK-ni vursaq, uşaqlar. OK-ni vurduq. Bu xanaların hansına A hərfi istəyir kiçik, istəyir böyük. Bura mən böyük yazdım, balaca A yazdım, görürsünüz kiçik A. Bax, xananı sarı etdim. Gördünüz, məsələn, bura böyük A. Bu da həmişdir, bax. Xananı sarı etdi. Yəni fərq eləməz.
ya kiçik ya böyük. Çünki biz ikisini də seçdik. Yox, biz bunun ancaq birini seçsək, uşaqlar. Abi yine başa salıram sizə. Ancaq birini seçsək, bura, məsəl üçün mən böyük mu seçdim, burası boş saxlasam, balaca kiçik munu bura yazmasam, kiçik munu mən buraya yazmasam, gördüm. Gördüm baba, mu, kiçik mu. Şimdi vurdum. Kiçik mu yazın. Ha, buna da işaret verir. Siz bunu da tanıyır. Böyük mü? Tamı da tanıyır. Ben Levzini tanımıyorum ama tanıyır. Mesela sınıfta elədim tanımadım. Ümumiyyətlə otur tanıdı bunda. Bir də baxın ona. Ben xananın hamısını seçeyim. Bak ikinci de xana seçmək. Bu yaz yazmaq. İl. Görürsünüz il. Ha, hamısı eyni şey rol oynayırlar. Neyse. Bu yaxşı şimdi bak. Bura böyük mü? Bura kiçik mü? Ya başqa hərf yaza bilərəm bura. Eyni hərf olmasın. Mesela bura yazaq ş, şənbə. Bura yazaq bazar. Ha, şənbə bazar. Şöyle. Madem bir dənə nə rəng verək? Bu rəng verək, yəni yaxşı. Şimdi mən ora görək biz belə bir şey olur. Şənbə bazar görək söhbəti var. Olur. Mesela bura yazsam mən ş və çevirir. Bura yazsam bu, görürsünüz ki buna da icazə verir uşaqlar. Şimdi balaca hərflə yazsam necə olar? Buna da icazə verir. Hər tərəf yaşıl işıq deyil. Görürsünüz hamısına icazə verir uşaqlar. Hər tərəfli eləyə bilərsiniz. Sonra silmə. Ben buranı silmeye lazım. Buradan rahat silmirəm. Bir saat onunla əlləşməyim. Sonra burada çox şey var. Müəllim bunları başa salmadı. Gücdə işarətdir. Şimdi buranı seçəcəm. Burada ən çox hansı olduğunu mənə verəcək. Şimdi rəqəm şeylə gedir də bunlar. Şimdi bunu seçsəm görürsünüz baba dəyişilir. Məsələn 99 olur fonla, 90 olur elə bir o yüzdə işarəti də başa söz. Faizlə gedir. Prosta rəngləri fərqlidir, bir də görünüşləri fərqlidir, amma eyni işlər hamısı eynidir. Görürsünüz. Müəllim deyələr, burada faiz söhbət var, burada faiz söhbət var. Öncə ilə bunları bilmirəm. Başa salarım. Burada da ki, rənglərə görə qiymətləndirmə. Efendim, qırmızı laf pis, sarı biraz yaxşı, yaşıl daha gözəl. Bu o anlamda verir. Belə verirlər, görürsünüz. Ancaq yüksəkləri göstərir. Harada yüksək nəticə var, onları yaxşı göstərir. Görürsünüz, yaşıl. 60 biraz yaşıl, 70 biraz daha tünd. 80 biraz daha yaşıl, 90 görürsünüz yan yaşıl. Yəni daha yaxşı, gözəl. Bu da elə bir şey. Hissələri tərsinə görürsünüz, ən pisi yaşılla göstərir. Bax 45'e baxın, 45'e daha yaşıl. Məsələn, yavaş-yavaş bax, rəngi ağarır. 99 ağappaq rəng qoyur. Yəni tərsinə işarətləyir. Və bu o əvəz edir, bu görürsünüz bu. Bu da bir yaxşı göstərdiyim faiz söhbəti. Bu da ki belə işarətlər. Görürsünüz uşaqlar, görürsünüz bax. Bu da işarətlə verir. Bax aşağıda görürsünüz. Bu da həmçinin görürsünüz. Bax, rənglərə fikir verirsiniz uşaqlar. Rənglərə fikir verin. Bax eyni mənadır. Bax. 80-90'a bax hamısı üzü yuxarı baxır.
Yəni yaxşıdır, yəni nəticə yaxşıdır. Bax 48-ə baxın üz aşağı, yəni nəticə pisdir. Bax bu da elə bir şey. Görürsüz bax baxın bax. Elə bir ki telefonda şey göstərdi, dalğa, set. Baxsınız 99 görürsüz, polnu. Bu da elə bir şey. Məsələn, buradan bassam belə. Burada bir qalacaq bu. Görürsüz qalacaq bir bax. Və qəşəng görürsüz. Məsələn, Pərviz 99 alıb, bax, polnu göstərir. Bu o rol oynayır. Başqa bir şey, yəni görünüş üçün. Bir də bir şey var da, məsələn, bunu dəyişsəm, bura mən yazsam 50. Görürsüz, bax, set azaldı, gördünüz, düşdü. Məsələn, mən bura yazsam 35, bax, gördünüz, set getdi oldu, 35-də azmaz. Seti mən çoxaldım, 100 yazsam, bax, fonlu, görürsüz, fonlu set var. Nəysə. Sonra namazı biraz seçək, orada bir şey yadına qaldı. Bunlar. Həmçində bir də bir şey var, görürsünüz, bax, 90-ın içərisi doludur, daha gözəl. Həqiqətən, bax, burada ulduz söhbəti, yəqin ki, çoxları bilir. Yəni, ulduzun yarısı boşdursa, biraz yaxşıdır. Ulduz bütünsə, bu daha əla deməkdir. Burada işarəti görürsünüz, işarəti, bax, 88, 100, 99-a əla qoyub, 70-ə belə şey qoyub, nida. Yəni, yaxşı, nə pis o mənada. Qalan hamısına pis qoyub. Yəni, yaxşı deyil. Bu da həmçinin. Bunların hamısını istifadə eləməkləri, cədvəllərdə hamısını istifadə eləməklər. Daha gözəl görünsün cədvəllərimiz. Çox da çətin şey deyil. Yəni, nəsə bir kod yazmağa ehtiyac yoxdur uşaqlar. Burada heç bir koda ehtiyac yoxdur. Və ən gözəli budur uşaqlar bu. Bunu görürsünüz. Və ən gözəli bu. Nə var, nə yox, hamısı bilinir. Sonra, bu da xanaları silməkdir. Toxundum. Hə, bu özündən açmaqdır, cədvəl açmaq, bu da buna girməyək. Sonra, bu da cədvəlləri daha, cədvəli seçdik uşaqlar. Cədvəllərin formasına görə, istədiyimiz formaya sala bilərik. Hansı rəng də istəyirik. Mesela yaşıl, bastıq. Bax, göstər, bax. Yaşıl cədvəl aldı, gördük uşaqlar. Buradan istədiyimiz rəngi bura qoya bilərik. Buradan bassam, içindən şey keçirsən, içindən şey gedir. Yuxarısında göstər, hamısı gedir. Mərmə. Bunu bura taxsam, bunu bura vursam, bax, içinin rəngi gedir. Bunu belə vursam, altdan total qoyur. Yəni, opşi hesab. Buradan belə vursam, bunu da taxsam, hamısını buradan görürsünüz. Daha da gözəl görünsün içərisi, daha aydın görünsün. Bunlara ehtiyac yoxdur. Sonra dala qayıdam ki, cədvəlin vəziyyətinə qayıdaq. Sonra burada nə var? Bunları cədvəlləri çəkdik. Bu da ki, belə bir başlıq görmüşük. İstəyirik ki, bura fərqli olsun uşaqlar, fərqli bir başlıq olsun. Burada hazır başlıqlar var. Hansını istəsək bura taxa bilərik. Görürsünüz, hazır. Özümüzdə eləyə bilərik, belə hazır da var. Necə istəyirik, yenisindən qoyarıq, qalar. Özümüz hazırlasaq daha yaxşı olar. Sonra, müstəyiq. Burada da çoxlu danışmalı şeylər var. Bunu da başa salarım sizə. Bu da yanındakı delete. Yəni, bu da silmək deməkdir. Bu yəqin ki, hamı bilir. Məsələn, cədvəli açdım. Silmək istəyirsən, delete. Hamısını sil. Görürsünüz, içərisini sildi, bax, yoxdur. Format. Format mənası bu nədir ki, bu aşağıdakı deməyəcəm, bu iki özəlliyi deyəcəm. Uşaqlar, format bu deməkdir. Məsəl üçün, bunu çəkdim. Bunun biraz formatını genişləndirmək. Görürsünüz.
Bunu bassam. Nə dedik ki, formatı necə istəyirsiniz? Mən bu postdan bura yazsam, məsəl üçün 25, bu enlənəcək uşaqlar. Sütun yox ha, bu sətir enlənəcək. Fikir verin. Gördünüz, sətir enləndi. O deməkdir. Bax, mən bunu məsələn 50 eləsəm, bax, sətirə fikir verin, bax, enlənir. Məsələn, mən bunu standart qoysam 20 daha gözəl görünür. Bax, fikir verin. Bax, 20 standart qəşəkdir. Məsələn, mən tək bu deyil ki, mən məsələn sütunu da heç böyüdərəm. Məsələn, bu sütun görürsünüz, biraz böyükdür. Sütunu seçirəm, gələm bura. Bu sütun deməkdir, görürsünüz. Gəldim, sütunu biraz, sütun bax, hazırki bax budur, bax, ölçüsü budur, 14.57. Görürsünüz ki, biraz böyükdür bura. Biraz balacalaşdıraq. Şimdi 9 qoysam necə olar, məsələn? 9 qoyaq. 9 qəşək, görürsünüz. Daha yığacam. Biraz balaca oldu. Biraz da böyüyəcək. 12 necə? Baxaq 12-yə. 12 necə yaxşı. Bu qəşək, 12 gözəl. Əla. Sonra bugünkü o şey var idi, o deyirdim, müəllim dediyim olsun, burada var alma, heyvanlar, alça, üzüm, sonra şaftalı, sonra nə yazaq, armud, tut, ya sezonu tutun. Mesela başka bir meyve yazaq da, məsələn yazaq, zoğal, göyəm, baxınca nə yazaq, ərik yazdıq ha. Bir əvvəli biri orada sual verir ki, mən nətər bunun sözləri hamısını tez bazar böyük eləyə bilərəm də, başlıqlar hamısı böyük olsun uşaqlar. Bir dənəsini yazsaq, proqram başa düşür ki, biz formatı necə istəyirik. Çox axıllı bir proqramdır. Məsəl üçün, bura yazsaq, alma, görürsünüz, heç bir dəyişiklik yoxdur. Bu bir də gedəcək, görürsünüz, baxın. Almanı sileyim. Buradan. Gəlib buradan bu görürsünüz. Buradan basıram. Aşağı görürsünüz, aşağı. Avtomatikdə bu. Bassam, görürsünüz, bax, eynisini gətirir. Heç bir fərqi yoxdur. Çünki biz əvvəlin balaca ilə yazdıq, uşaqlar. Çünki proqram axıllı proqramdır. Mən deyirəm ki, mən başlığın böyüklə qalan hamısı balaca yaz. Gəldik bura. Çıxırıq, deyək, toxunuruq üstünə. Gəldik aşağı. Baxın uşaqlar indi. Hamısını böyük, bax, başlığın böyük yaz. Gördünüz? Yox, mən formatı elə vermək istəmirəm. Məsələn, formatı verirəm mən A-L. Qalan hərfi balaca olsun. Görürsünüz, 1, 2 böyük, qalan balaca. Elə də verəcək. Bax, aşağı baxın. Bax, elə də formatı elə də verir. Birinci, ikinci hərflər. Görürsünüz. Bunun hamısını mən böyük eləsəm. Bunun hamısını mən böyük hərfini eləsəm. A-L-M, aha. Belki bunu da eləyəcək, yoxsa tək ona aiddir o. Görürsünüz, hamısını eləyir. Hamısı böyük hərf oldu, gördünüz uşaqlar. Avtomatik eləyir yavaş-yavaş. Bu da qəşəng bir özəllikdir. Sonra bu da şeydir, right, sağ, sol, aşağı o deməkdir. Şimdi bastım. Üste bastım. Görürsünüz, bu o mənə sağ, sol mənasındadır. Sonra silmək. Seçdim. Sildim, gəldim. Sildim. Gördünüz, cədvəl qaşıq sildim.
Ben seçtim. Ben toxundum. Oldu bile. Əla. Məsələn, bunun qabağında. Məsəl üçün, başqa bir şey olsa, məsəl üçün 1 olsa, onun da qabağında 25 olsa, bir hamısını başa salım sizə. Məsəl üçün, 45. Aşağı yazaq 60. Elə yox da, qabağından yazmaq istəyirəm. 60. Belə yazıram. Üzümə yazıram 1. Şaftalıya yazıram 3. Armuda yazıram 45. Yəni ağzıma gələn yazıram. İndi nəsə bir mənası yoxdur. Fikrimi nədir sizə başa salacağam. Yəni ağzımıza gələni bir şey rəqəm yazırıq. O da dursun. Görürsünüz. Yazdım, qurtardım. İndi mən bura 1 yazsam, uşaqlar, 1 yazsam, proqram başa düşür ki, mənə meyvələrin adını yox, arxasındakiləri gətirmək istəyirəm. Görürsünüz? Mən onun arxasındakiləri istəyirəm. Görürsünüz, bu qədər arxasındakiləri gətirdim. Yəni, meyvəni gətirmədi. Arxasındakiləri gətirdi. Yəni, siz bir dənə yazmaqla proqram başa düşür ki, siz nə eləmək istəyirsiniz. Mesela, option sunmanı da gətirdən vurur bura. Sunmanı çıxar. Belə, vurdum, çıxartdım. Bir dənə boş xana saxlamalıqdır. Sonra, belə qaydaq. Hansı qaldı sonra? Bu A-dan Z-yə işarətləmək. Yəni, bizdə elə bir böyük bir cədvəl yoxdur. Onu görə başa salamayacağım. A-dan Z-yə. Çünki hər addan bir dənə yazmışam. Bu hərfləri ya soy adları əlifba sırası ilə düzməkdir uşaqlar. Bunlar. Bu özündən yeni yazmaq, yeni əlifba sırası yazmaq. Bu filtrdir. Yəni bildiyimiz filtr. Yəni hansı hərflər necə istəyirsə elə olsun. Məsələn, A-lar birinci başlasın, yox, A-lar birinci başlamasın. Biz necə istəyirsək o cür eləyəcək. Bu da axtarışdır uşaqlar. Axtarış. Məsələn, sözün içində ağa sözü varsa, məsələn, bura işarət qoyur. Yəni, burada ağa var. Ben də nə vursam, görürsünüz, bu ağanı işarətləyir. Ağa. Bir var, burada göstərir. Əliyev ağa, yəni burada var. Sonra, bu axtarışdır və ya üstündə poiski, yəni belə nəsə axtaranda, yəni buradan rahat axtara bilərsiniz. Sonra, nə lazım idi sonra. Məsələn, o bir şeyin arxasında da ki, nəyəsə yazmaq söhbətdir. Məsələn, burada mən buradan bura biraz genişləndirim. Sonra məsələn, adamların adını gətirmək. Mən bir şeyə baxım, deyəcəm sizə. Məsələn, nə lazımdır ki, mən adımı bura gətirəm. Yəni, burada dəyişsəm də burada çıxsın. Bura bərabər qoyuram. Yəni, mənə sağdan, soldan söhbəti var. Məsələn, bura sağdan M-yi alsam, soldan B-sini alsam. Məsəl üçün, bura belə yazsam, görürsünüz, left, sol, yəni bu tərəf. Mənə lazımdır ki, sağ olsun. Sağ üçün belə yazsam right. Right, labels. Yəni
bu tərəfdən gəlsin, götürsün. Deməli, burada neçə, məndə 5 hərf var. Əvvəl xananı seçirəm, uşaqlar. Sonra bura vurup 5 yazsam, hamısı yer düşdü bura. Gördük. Ancaq adlar. Bir dənə bu gəldi, bütöy gəldi. Hə, burada hərf deyil var, görürsünüz. Məsələn, ağada hərf azdır deyə, mənə hamıca istəyirəm ki, 5 hərf gəlsin. Və hamısı 5 hərf deyirsiniz, bu qalanı yoxdur. Ancaq 5 hərfdə olanları gətirir. Sonra bunların hamısını buradan vuraq. Belə işarətləyək. İşarətlədim. Sildim. Seçdim. Təkrar cədvələ gətirdim. Sonra bu tərəfdə nə var idi? Hə, burada da şeylər. Vurduq, buraxdıq. Nəsə bir xana açmaq və bir yaxşı şey, cədvəl açmaq. Cədvəli bir dənə açmaq, ya 10 dənə açmaq, necə istəyiriksə. Delete bırax. Delete verdim. Gözlüm bir dənə. Bura vurdum. Görürsünüz, cədvəlim başlayır açmaq. Onu istəmirəm. Bu görürsünüz, bax bu yağları müəllim bu göstərdi. Bu Excel-ə şəkil əlavə eləməkdir uşaqlar. Görürsünüz, bax mən bir kartdan bir dənə şəkili gətirim bura. Excel 2016 mesela bir ara şəkil nə var burada? Şəkillər. Nədir bunlar? Bilmirəm nədir. Birini gətirə baxaq görək nədir. Bir dəxilsin. Hə, bu. Görürsünüz. Olimpiya işarəti. Özünü geçirdıq. Gördük uşaqlar. Olimpiya işarəti. Yəni buradan istədiyimiz görünüşü verə bilərik. Görürsünüz. Bax, yumru oldu, gördünüz. Burada çalan format var. İstədiyimiz formatları verə bilərik. Görürsünüz. Formatlara baxın. İstədiyimiz formatda var. Burada işıqlandırmaq, bölmək, çıxmaq, arxa plan, ön plan. Qaydaq geriyə. Sonra görürsünüz, online nəsə bir şey gətirmək, link atmaq. Ancaq özünün içindəki proqramın özünə aid olan şeyləri, məsələn, depo kimi istifadə edədiyimiz yer var. Görürsünüz bunu. Bax, buradan bura link atırıq. Bütün bizim hazırladığımız sənədlər çoxsu gəlir bura düşür. Через online. Buradan bura link atırıq. İstədiyimiz vaxtı tez bazar linka girib həmin sənətə girə bilirik. O deməkdir. Sonra bu da yəqin ki hamı bilir. Yəni işarət atmaq. Hər yerdə istifadə edilmək olur bunu uşaqlar. Yəni harada istəsəniz istifadə edə bilərsiniz. Məsələn, mən burada istifadə etmək istəyirəm, məsəl üçün. Görürsünüz. Aşağı olsun. Buradan da rəngini dəyişirik. Mən eləmişdim, yazıda gəlir. Həmin şeydir, heç bir fərqi yoxdur. Bu cür olur. Yəni, buradan istədiyinizi uşaqlar rahat getirib, yapışdırıb, kopyalayıb vura bilərsiniz. Bax, görürsünüz burada. Cürbəcürü var. Cürbəcürləri var. Soruşur ki, məsələn, arxa fon necə olsun? Ən yaxşısı qaradır, yəni normal qara qəşəkdir. Bura baxı görürsünüz, bax, hamısı burada. İstədiyiniz qədər. Həmin o şeyin rəngi də var, istədiyiniz rəngə rəngləyə bilərsiniz.
Sonra optionun arka planını da renkləyə bilərsiniz. Bunun arka planını da renkləyə bilərsiniz. Sonra buna effekt verə bilərsiniz uşaqlar. Kölgə effekti, shadow, bax şu kölgə. Yəni kölgə verək. Görürsüz bax kölgəni görürsüz bax. Yazıda şu kölgə əmələ gəlir. Fikir verin. Daha belə şimdi göstərir bax kölgə düşür görürsüz. Bu arxasında kölgələr düşür. İstədiyiniz bir fonu vermək mümkündür. Buradan özüm bunu bassam və bu 3D-yə keçir. Görürsüz belə bir əşya kimi görünür orada. Bunlardakı hamısı ona aiddir. Bax arxa plan, ön plan. Bu ayaqlarımı götürdüm, gətirdim bura. Uşaqlar. Bastım bura. Amma görürsüz. Amma bunların hansının birini basam. Bu bassam bu keçir bunun arxasına. Bu aşağı işarət qalacaq bizdə. Bax. Arxa plan, ön plan demək. Görürsüz bax, arxa plan, ön plan. Bu mənası odur, başqa bir mənası yoxdur. Buradakı məsafələrdir. İstədiyiniz məsafəni şey edə bilərsiniz. Ancaq vurduğum bu şeyə aiddir. Bax, ekrandakı görürsünüz. Onun üçün buradan basıb bunu görürsünüz bu sarını. Buradan da burada var. Daha incə eləmək. Görürsünüz uşaqlar. Daha qalın, daha incə. Hər türlü bir şey eləyə bilərsiniz. Başını oynata bilərsiniz. Biraz belə baxsın. Belə baxsın. Necə istəyirsiniz edə bilərsiniz. Mesela mən bunu seçdim. Görürsünüz bunu. Yəqin ki, çoxları bilir də, bunu deməyə ehtiyac yoxdur. Yazıları belə yazmaq. Bax, fiqurları 3D eləmək. Bunları deməyə ehtiyac yoxdur. Vaxt itirməyə ehtiyac yoxdur. Shadow, bax, yazılara kölgə vermək, effekt vermək. Bunlar hamısı boş iş. Bu da bir özellikdir, qoyublar bura. Neyse, bunları qala qayda silə bilsəydik. Hə, sildik. Sonra gəldik bura. Yanına toxunduq. Hə, bu da müəllim demişdi. Yəni, zavodun yazıca gəlir, müəllim demişdi belə. Şimdi zavodun müdürü, zavodun ikinci müdürü, administrator, işçi. Bu da o şey oynayır, rol oynayır. Gördünüz. Şimdi bura okey vursan, gəlsin düşsün. Görürsünüz. Biraz bunu balacalaşdırıb bura gətirsən. Gördünüz. Bura sizin istədiyinizi yaza biləriz. Kompüter donurdu ya. T. Mədət, görürsünüz. Aha. Yəni, istədiyiniz şey yaza bilərsiniz. Yəni, bunu da biz keçmişdik uşaqlar. Yəni, deməyə ehtiyac yoxdur bəncə. Burada istədiyimiz görürsünüz, bax, fonlar dəyişilir. Yəni, daha gözəl görünür. Buradan istədiyimiz rəngi verə bilərik. Arxa fon rənglər. Burada da stilin durumu dəyişə bilərik. Başqa bir stildə olar. Stillərini dəyişə bilərik. Bunlar hamısı bu şeyə aiddir. Çox şeylərin baxmaq istəmirəm. Çünki vaxtı deyil. Video çox uzun olmasın. Çünki çox uzun olanda videonun yeri çox olur. Yükləmək, upload çox uzun çəkir. Bir də YouTube onu bir hamısını yoxlayır. Təlif haqqına görə hamısını yoxlayır. O da çox vaxt aparır. Sonra nə görürsünüz? Şəkil. Kamera açılacaq. Kompüter dondu. Kəşf eləməlisin. Hə, gəldi. Bu kamera açır uşaqlar. Öncə onu basmaq istəmirəm. Kompüter möhkəm donur. Sonra bir başa saldım. Bunlardakı
Qrafiklərdir. İstədiyimiz qrafikdən istifadə edə bilərik. Yəqin ki, bunu da bilirsiniz. Qrafiklər, hansı qrafikdə istəsəniz qrafik qura bilərsiniz. Bunu da keçmişik yəqin ki, görürsünüz. Məsələn, yazsız yanvar, fevral, mart bu qrafiklər çıxırdı. Bu da elə bir şeydir. İstədiyimiz qrafikdə yazılar yazıb qrafik çəkə bilərik. Bunu başa salmaq istəmirəm çox. Sonra bu da linkdir, link. Evimizə gəlir YouTube'dan link vururduq. Məsələn, yazıya link vururduq. İndi kompüter donur, kompüter donmasaydı gedib YouTube'dan bir dənə linki gətirib bura vurursan, yapışdırırsan, Premoy səni YouTube'a atır. İstəsən bütün linki atarsan, istəsən belə bir yazı yazıb üstünə vurarsan. Məsələn, buradan çıxdım. Görürsünüz bunu. Mədət sözü. İstəsəm mən bunu linki eləyərəm, istəsəm linki bütüyə ataram. Uşaqlar. Görürsünüz, bu bizəm. Mənim adım burada düşüb, görürsünüz. Mən linki bura yapıştırsam, YouTube'un linki, Google linki, nə link olursa olsun. Wikimedia linki, istədiyimiz online internetdə nə varsa hamısı burada var. Gəlib linkin bura vurub rahat, qısa keçiş eləyə bilərik. Bura keçdi. Bura vurduq buna. Kompüter möhkəm donur. Bəlkə biraz tez bazar elədim. Çünki kompüter çox güclü dondu. Artıq heç bir şey işləmir. Bu da istədiyimiz yerdən yazını başlatmaq. Bu yazını biz istədiyimiz yerə qoya bilərik uşaqlar. O da bu eləyir onu uşaqlar. Bu görürsünüz bunu. Bunu yazıb yazını istədiyimiz yerə qoya bilərik. Qoydum yazını gözləyim. Yazını buradan verdilər. Seçin. Görürsünüz. Yəni bu yazının şeyi yoxdur. Bunu istədiyimiz yerə qoya bilərik. Yəni buna artıq bu xana ehtiyac yoxdur. Onu da eləyən uşaqlar budur. Bax bu görürsünüz bunu. Textbox. Bu da eləyən onu. Sonra gəldik buna. Dondu möhkəm. Görürsünüz. Xatkeş də gəldi, cədvəl də gəldi. Buna başlıq yazırıq. Daviravat. Başlığı yazdıq, işte yaşadı. Siz artıq bura şey gəldi. Xatkeş gəldi. Həmin şey burada biliyorsunuz. Bu sarvat yazdım ama bu burada da var. İki eyni anda şey. Şimdi buraya yazsam mən nerede? Vursam. Buradan bunu kopyalasam. Görürsünüz. İki sənəti eyni anda işləmək. Mesela bir şey var, hesablama sənəti. İki anda eyni ekranda iki sənəti rahat işləmək olar. Onu da eləyən uşaqlar bu özəllikdir, bax görürsünüz. Eyni anda iki sənət. Rahat yaza bilərik. Sonra mən qısa tutmaq istəyirəm, çünki çox kompüter biləği yanıb alışacaq. Bir də donmaları var möhkəm. Ona görə qısa tutmaq istəyirəm. Sonra bu. Bu da bildiğimiz şeydir. Burada hiçbir şey yok. Mesela için yazdık bura. Açtık bir tane bir şey. Evvel normal bir şey yazar. Rahat görünsün. Yazdım. Çıktım. Çektim ortaya. Yağlı elədim. Biraz böyüttüm. Gəlirəm bura. Əvvəl xananı seçin. Sonra seçim etməmiş
Hiçbir şey eləyəm olmaz. Bu cür necə yazaq? Gətirsin. Bu cür yazmağı deyir. Buradan götürüb bura qoysam. Silsəm, bura Fərmanzadə. Görürsünüz, biraz qıssam bunu. Kölgəli, gördüyünə qəşəng düşür, görürsünüz, aşağı kölgə verir. Və yaxşı fondur, görürsünüz fon. Fon həmin fondur, dəyişiklik yoxdur. Yəni, buradan mən istədiyim kimi bura şey verə bilərəm. Görürsünüz. Sözün dəyişmək, arxa planı dəyişmək, arxa planı dəyişsin. Sözün buradan şey dəyişsin. Xətti görürsünüz, xətt dəyişir, görürsünüz, çərçivə dəyişilir, çərçivənin rəngi dəyişilir. Buradan bunu seçin. Buradan qeyri-adi bir şey. Basdan belə. Proqramın başına oynatırıq. Neyse, donurum ölçən, bir şey girmir. Qala qaydıram testi. Neyse, buradan bir şey açıq təcə. Bax, bunları silmək üçün uşaqlar. Bax, yazılar silinsin. Burada delete var. Bunu bırak ki, bunlar silinsin ki, proqram donmasın. Bax, görürsən, silindi. Burada rahat bəlkə işləyək. Sonra hələ çox şey var. Məsələn, burada mən başa salım hamısını. Bizim ən çox bu şey elədiyimiz şey qaldığımız o yer var idi, o azin söhbəti, önündən azin yazmaq. O söhbət hələ də qüvvədədir, çox adam bilmir onu. Yağlı yazaq, böyük yazaq. Məsəl üçün 500. 500. Buna 20 verək. Hə, 20 verdik. İndi bizə lazım ki, bunun belə yox, uşaqlar. Görürsünüz, bax, əlimlə yazın, görürsünüz. Bax, belə olsa, mən bunu dəyişmək istəsəm, görürsən, bax, pozulur. Ancaq mən istəyirəm ki, bunu dəyişsəm də bu azın buradan pozulur. Mən bura girirəm, bura vururam. Hazır manat da işarətə ata bilərəm bura, hazır manat. Görürsünüz, bu da manatı. Bax, manat işarətini görürsünüz. Bu hazır o, bu da bax. Belə azən də ata bilərəm uşaqlar. Bir dənə 0 atdım. Əgər qəpik lazımlıdırsa, hesabda qəpik varsa, bura tam atın. Görürsünüz, tam qoydum, görürsünüz bura. Əgər hesablamanızda qəpik varsa, yox qəpik yoxdursa, sizdə heç qəpik problemi olmursa, sonra artırmağa ehtiyac yoxdur. Bax, buradan dırnağı açırıq. Azını. Bu dırnağın içində mən nə yazsam, azını olmayır, başqa bir şey olsun. Oradan silinməyəcək. Bax, yazdım bura. Görürsünüz, yazdı azın. Basıram, ancaq 500 görünür. Azın görünmür. Görürsünüz, bax, ancaq 500. Çıxıram 500 azın. Mən bu dırnağın içində nə yazsam, o gəlib ora düşəcək. Görürsünüz, bax, bunu pozdum. Mən buraya yazsam, belə ağa dırnağın içində. Bax, 500-ün yanı tüzə ağa. Görürsünüz, ancaq bu basıram, 500 görünür, ağa görünmür. Şimdi ağa gələcəkdə ağanın adına pul olsa, olacaq 600 ağa. 600 ağaya bir dənə maşın al. Nə biləm mən, nə alsan al, mağazendən ağanın adına pul. Hər şey ola bilər. Nəysə, sonra azinə çevirək qalsın. Baxın, bax, mən də bura mən belə yazsam 5 manat 50 qəpik. Ona icazə vermir. Görürsünüz uşaqlar.
5 manat 50 qəpiyə icazə vermir. Bayaqlar dedim axı, əgər qəpi hesabınızda qəpi yoxdursa, ora 0 artırmağa ehtiyac yoxdur. Yox, qəpi varsa mütləq bura 0 artırmalı yoxdur. Heç nöqtə artırmalı yoxdur uşaqlar. Bura 0.0 olsa, bu qəpi işarəti bura gələcək. 2-0 olsa, görürsünüz, burada görürsünüz, 50 qəpi hesablayır. Əgər bir dənə 0 olsa, 5 yazır. Yəni 50, o da 50 sayılır da. Belə artırsaq daha gözəl olar. Baxın, 5 manat 50 qəpik hesabladım. Məsələn, buradan başlayacağım, 0.50 yazsam, bax, o da yazır. Görürsünüz, 0.50. Sonra, yuxarıda nə qaldı? Bunlardakı həndəsə şeylərdir. Yəni, mən də başım çıxmır. Nə istəsiniz buradan gətirib yaza bilərsiniz. Məsələn, dollar varsa dollar işarəti. Məsələn, görürsünüz, burada şey var, bitcoin işarəti. Görürsünüz, bitcoin. Nə biləm mən. Rubl da var, görürsünüz, rubl. Bax, öndən rubl düşdü. Yəni, buradan gətirib istədiyinizi ata bilərsiniz, uşaqlar. Buradan yuxarıda da var. Açılmağa gecəs var. Bax, burada həndəsə şeylər var. Mənim də başım çıxmır. Vapşə heç başım çıxmır. Yəni, nol vəziyyətdə. Buradan görürsünüz, açıldı. Bunun həllini mən bir yağa deyim mənə. Onun həllini heç vaxt tapa bilmirəm. Heç vapşə başım çıxmır öyle şeydən. Nol. Heç bir şey yox. Sonra, mənlə bir buranı başa saldık bir düşdük. Bu arxa plan, ön plan. Bir də ki, müəllim deyirdi, xananı ayırmaq. Ona deyim, cədvəli bir-birindən ayırmaq. Cədvəl buradan. İstəyəm ki, bu cədvəli bir-birindən ayıram. Buradan cədvəl ayrılsın. Gələm ayrılan yer buradan. Daha tapacağım o şeyi. Orada qabağıma çıxdı, mənim önümə çıxdı o. Cədvəl ayırmaq. Mən seçməliyəm də hangiranı. Seçib sonra şeylənməliyəm. Ən mən onu taxılacağım indi. Gözümün içinə gedir, hiç bir görməyəcəm. Burada verir, heç görmürəm. Kör kimi gəldim. Bunu deyil. Buradan kəsmək istəyirəmsə, burada var öyle bir şey. Məncə burada olmalı da xəl. Bu şey var idi, bu neyse bir ad vermək. Mən yazmışdım, məsələn, ustaların adı Fəhlə, nə biləm mən. Belə bir şey var, yazı gəldi, mən vurmuştum. Məsələn, bir cədvəl görürsünüz. Buna belə vursan, bunu işarətləsən, gələcək ki, buna bir ad yaz. Gələm ortaya. Buradan ortaya. Məsələn, buna yazıram. Azını. Bunu bir vursam, mən nə vaxtım üçün gəlsəm, bu özü avtomatik açılır. Görürsünüz uşaqlar. Bu açılır, avtomatik açılır. Bu deyil mən dediyim. Bu deyil. Bir də ki, bu neysə o başlığı ortaya çəkmək söhbəti var idi. Onun üçün buradan bir dənə artırım. Bunu da deyim. Məsələn, müəllim deyirdi ki, başlıq yazanda hər bir cədvələ o başlıq yazın. Görürsünüz, başlığı istəyirəm ki, düşsün o ortaya. Amma bu xana pozulmamaq şərti ilə. Gələm bu xananı seçirəm o şeyi hamısını. Bura vururam. Gələm bura. Buranı seçirəm. Bunu görürsünüz, buradan gəlirəm bura.
Ya okuyunu vursam yer düşür ortaya. Ama kanalların hiçbir, bu sütunların hiçbirisi harap olmuyor. Sütunlar olduğu için kalır. Ben maraqlıdır bu sütunu mən ayıranı mən buradan bilirəm. Hədəm bir hə. Mən yeni bir şey açacağım. Yeni bir xana açacağım. Çünki arka planda çox işləyir. Buradan bir dənə açdım. Bura toxundum. Gəldim. Cədvəli qurdum. Table görürsünüz burada. Kör olmuş hani. Neyse. Onu da sonra şey deyirəm, taparam deyirəm baxarsın. Məsələn, bir də ayırmaq üçün burada bir yerdəyik axı o, mən səhv eləmirəmsə. Burada bir yerdəyik axı o. Bu nədir? Yox, bu deyil axı. Neyse, sonra baxıb şey eləyərik. Tapa bilmədim. Çünki kompüter dondu, vəbşi işləmir. Neyse, salamat qalın, Allah'a emanet olun. Özdən müğayət olun.